Hər vaxtınız xeyir əziz və dəyərli izləyicilər. Yeni gündən yeni bir vlog ilə yenə də qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram və kanalıma dəstək olmaq üçün kanalıma hələ də abunə deyilsə abunə olmanızı, videonu izləyib bəyənsəniz əgər like etmənizi və bol-bol yorum yazmanızı da xahiş edirəm. Öncədən hər birinizə təşəkkür edirəm. Videoya yenə də belə kargo açılımı ilə başlamaq istədim. Temu və Trendyoldan gələn bağlamalarım var. Gəlin birlikdə açaq. Həmişə olduğu kimi birlikdə baxaq, görək nələr gəlib. İlk açdığım Trendyoldan gələn kargomdur. Yadınızdadırsa bu süfrədən almışdım özümə bir qara rəngini, bir də ağ rəngini. Gəlinimizin, yəni qardaşımın, yoldaşın ad günündə, yəni vlogu izləyənlər bilir, həmən bu ağ rəngini ona hədiyyə etmişdim ad günündə və ona hədiyyə etdikdən sonra özümə yenidən sifariş etdim və artıq gəlib çatıb eyni rəngini aldım, krem rəngini. Yəni çox ətraflı açıb göstərmirəm, zaten bunu göstermiştim geçen bağlama açılımında, yəni geçen dəfə, ona görə də çox detaylı görsətmirəm. Yenə də 12 nəfərlik süfrədir, həmən ortasında runnerıdır, 12 ədəd salfetidir və 12 ədəd üzüyüdür, salfet üzüyü. Və bu da yenə də Trendyoldan gələn sifarişimdir. Bu isə ev dekorudur. Standımızın gözündə boşluqlar var idi. Ora həmən boşluqlar üçün belə bir dekor kimi bir şey sifariş etdim. Yəni bir neçə yerdə boşluq var. Yəni sadəcə olaraq elə dedim, tək-tək alım. Gəldikcə həmən standın gözündəki boşluqları doldurum. Və çox gözəl belə qızılı rəngdə kəpənək dekorları almışam. Ölçüsü balaca olsa da standın gözü də onsuz da çox böyük deyil. Ölçüsü uyğun gələcək. Çox gözəl, çox bəyəndim əslində. Qiyməti də münasib idi. Deyəsən ikisi bir yerdə 5 manat idi. Kargo daxil hardasa 10 manata yaxın idi. 10 manata yaxın tutdu qiyməti. Çox gözəl, belə videoda hələ o qədər gözəl görsənmir. Canlı olaraq daha gözəl idi, parlaqlığı göz qamaşdırırdı. Çox bəyəndim. Buna bənzər başqa belə dizaynda olanları da var. Onları da istəyirəm sifariş verim inşallah. Allah imkan yetirsin. Yenə də sifariş edəcəm başqa cürələrini. Və bir ədəd də belə, daha doğrusu bir dəstə belə yataq dəsti sifariş etmişdim. Bunun da 2 nəfərlik yataq dəstidir. Bir prostindir, bir yorğan üzüdür, 2 ədəd də balış üzüdür. Bunu da çox münasib qiymətə sifariş etmişdim. Deyəsən təxmini kargo dahil 25 manata deyəsən başa gəlmişdi. 25 ya 26 belə manat idi qiyməti. Bir ədəd sadə bej rəngində prostinidir, prostinasıdır. 2 ədəd rəngli balış üzüdür və yorğanı da ki bir üzü bəzəkli sunkalı, bir üzü isə sadə olan yorğan üzüdür. Və yatağa sərib şəklini çəkdim ki görüntüsünü siz də görəsiniz. Şəklini buraya yerləşdirəcəm. Və bu açdığım bağlama isə Temudan gələn bağlamamdır. Burada əsas bacımın sifarişidir. Bir tək bir məhsul mənə aiddir. İkisi bacımındır. Bir dənə belə bacım dolma bükən istəmişdi. Yəni şəkillərini atmışdı mənə. Daha doğrusu mən sifariş etmişəm. Linklərini atmışdı. Burada da var bundan. Bu da yenə də bilmirəm neçə manatasa 7 manat idi falan qiyməti.
və uşaqlarım üçün belə 10 cüt corab sifariş etmişdim. Bunun da yenə 10 ədədi 7 manat neçə qəpik idisə təxmini. Keyfiyyəti pis deyil idi, yaxşı idi. Mən uşaqlarım onsuz da qalın corab geyinə bilmirlər. Ona görə belə həmişə qış, yay həmişə belə nazik corab xoşlayırlar geyinməyi. Üçüncü məhsul isə bacımın nəvəsinin bu yaxınlarda doğum günü olacaq. 2 yaşı tamam olur. Onun üçün alıb bunu, planşetdir, yəni öyrədici uşaqlar üçün planşetdir. Bu arada buradan təbrik etmək istəyirəm balamızı. Mən də nənəsi sayılıram. Atalı, analı böyüsün, böyük oğlanlardan olsun. Bu planşet ilə çoxlu biliklər əldə eləsin inşallah. Belə qızlar nənəsi alıb nəvəsinə çox mübarək balam can sağlığı ilə işlətsin. Bu planşet adi bildiyimiz böyük planşet, yəni böyüklərin işlətdiyi planşetlərdən deyil. İçində uşaqlar üçün olan proqramlar var. Kamerası da var. Yəni çox münasib qiymətə də sifariş etdik. Burada bilmirəm, varsa da bəlkə də düşünürəm baha olar. Bir çox şeyləri dəstəkləyir. İndi birazdan yəni göstərəcəm nələri dəstəklədiyini. Səhv etmirəmsə, yəni nömrə də gedir ona. Və belə bu da kabrosudur, qoruyucusu. Bir ədəd içində belə qoruyucu və təlimat kitabçası və USB şnuru var. Çox qorxurduq ki, gəlib çıxmaz. Nəyə görə ki, çünki eşitmişəm ki, belə kameralı olan əşyaları gömrükdən buraxmırlar və yaxud ki, kameranı söküb keçirdirlər. Amma yaxşıdır, şükür ki, yəni heç bir ziyan vurmadan, belə deyək, kameranı falan sökmədən göndəriblər. Və qiymət də çox münasib idi. Belə təxmini 70 manat idi. Və kargo da pulsuzdur, bilirsiniz, təmada. Belə gəldi, çatdı. Vaxtında da ayın 18-i bacım Almaniya yola düşməli idi. Narahat idik ki, gəlib çatmaz o vaxta kimi. Amma şükür gəlib çatdı. 3 gün qalmış və özü ilə apardı. Başı var biraz yetkin ama ondur. Bluetooth'u da var, karta da gelir. Her şey var da bir tane yerine Wi-Fi de qoşulur. Megapikselli kamerası da var. Zaratka nə qədər? 3500 watt. Zaratka saxlayır. Bu nədir bə? Bilmədim nədir bu ilə bu. Ne? Colors Force 7 inç. Uşaqlar üçün o öyrədici bir şeydir də, tabletdir. Androiddir. Deyim, getdiyim. Geçeyim de. O ne şey, ha öyle böyle bu şey kimi de. Dekordur. Dekor. Bağlamalarımızı açdıqdan sonra keçdik mətbəxə. Orada gördüyünüz gəlinimiz idi danışan. Bir gün bizə qonaq gəlmişdilər və bu hazırlıqları da onlara görə edirik. Həm də ki, uşaqlarımız da evdə idi. Yəni 3 oğlum, üçü də evdə olduğu üçün dedim belə yemək süfrə hazırlayım, yeməklər hazırlayım, fərqli. Nadir hallarda olur ki, belə hamımız bir arada oluruq, həm də qardaşımgildə bizdə idi. Sevdiklərim, bütün əzlərim bir arada idik, bir gözəl bir gün keçirdik və bir neçə yeməklər hazırladım, süfrəni açdım, gözəl. Hamımız ailecek yığışdıq.
bir araya oturduk. Yedik, içtik, dedik, güldük. Çok güzel bir gün geçti. Burada da hazırlıkları çekmişəm biraz sizin için. Dedim günün necə keçdiyini, yəni nələr etdiyimi, nələr hazırladığımı az-az da olsa çəkdim sizin üçün. Bir ara, yəni bir blog hazırladım. Buyurun, izləyin. Sizə xoş izləmələr.
Və beləcə xanımlar gözəl bir gün sonu ilə günü başa vurduq. Əzizlərimlə, sevdiklərimlə bir yerdən gözəl bir gün keçirdik. Eləcə də videonun sonuna yaxınlaşırıq. İstəyirəm sizinlə sağollaşım. Sona qədər izləyən hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.